silahlı və anlaqsız vəziyyətdə törədilən cinayətlər. Qanun bu hallara necə qiymət verir? Psixi vəziyyət, hüquqi məsuliyyət və məhkəmə qərarları. Studiyada mövzunu beynəlxalq hüquqşünas Yeganə Hacıyeva, vəkillər Mirzəxan Kişiyev, Zinət Ağamalıyeva və Elminaz Qafarova müzakirə edəcəklər. Qanun və icra. Qanunun dili sərtdir. Qanun hamı üçündür. Çalışın, ona riayət edin. Vəkil Əkbər Yusifoğlu'nun təqdimatında. Birazdan ARB-də qanun hamı üçündür, amma onu pozan üçün daha sərtdir. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra başladı. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Salam, hörmətli tamaşaçılar. Qanun və icra proqramı olaraq yenə biz sizinləyik. Bugünkü mövzumuz həmişə olduğu kimi çox maraqlı mövzulardan biridir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 19 və 23-cü maddələrin əhatədə maddi hüquq normaları ilə bağlı fikir mübadiləsi aparacaq. Belə ki, cinayət məsuliyyətinə cəlb olma yaş həddi ilə bağlı, eyni zamanda anlaqlı və anlaqsızı istisna edən hallar və sərxoş və törədilən cinayətlərə görə məsuliyyətlə bağlı çox dəyərli ekspertlərin fikrini bu günləri sizinlə paylaşacağıq. Hörmətli tamaşaçılar, bu günlər torpaq çərçənbəsidir, axır çərçənbəmizdir. Mən öz adımdan, kollektivimin adından bütün Azərbaycan xalqını və Azərbaycan xalqını sevənləri təbrik edirəm. Nə xoş bizim halımıza ki, biz bu günlər bir əmin-aman, stabil bir dövlətdə yaşayırıq. Biz hesab edirik ki, bizim qanunlarımızı bilmək və o barədə məlumat almaq və belə deyək ki, məlumatlandırmaq bizim belə bir missiya kimi bizim üzərimizə düşür. Mən hesab edirəm ki, bugünkü Cinayət Məcəlləsinin 19 və 23-cü maddələrin əhatə maddi hüquq normalarının dispozisiyası ilə bağlı, ruhu ilə bağlı bilməyimiz daha yaxşıdır. Belə ki, cinayət törədən şəxslərin yaş həddi və hansı cinayət törətdiyinə görə məsuliyyət yaranır və hesab edirik ki, bu günlər anlaqlı və anlaqsız istisna edən hallar anlaqlı vəziyyətdə törədilən cinayətlərə görə və sərxoş vəziyyətdə törədilən cinayətlərə görə məsuliyyətlə bağlı bugünkü dəyərli ekspertlərimizin fikirlərini sizinlə paylaşacağıq. Hörmətli tamaşa, ilk öncə dəyərli ekspertlərimizi sizlərə təqdim edən, sonra biz mövzumuza qayıdacağıq. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Mirzəxan Kişiyev, beynəlxalq hüquqşünas Yeganə xanım Hacıyeva, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Zinət xanım Ağamalıyeva və Vəkillər Kollegiyasının üzvü Elminaz Qafarova. Xoş gəlmisiniz. Bugünkü mövzumuz elə bir mövzudur ki, ola bilsin ki, ekran arxasında bizi dinləyən insanların ailə üzvlərinə və ətraflarına, qonşularında belə insanlar var. Kəm ağıllıq var, özünü idarə etməyən insanlar var. Faktiki hərəkət və hərəkətsizlik törədə biləcək hərəkətin belə deyək ki, hüquq nəticəsini hesablanmayan, başa düşməyən insanlar ki var. Bəli, biz hesab edirik ki, kitabda olduğu kimi, mən bu kitabdan baxırıq, Cinayət Məcəlləsində kəm ağıllıq ifadəsi var. Ona görə bəzi insanlar elə başa düşür ki, biz öz cümləmizi deyirik. Xeyr, biz bu günləri sərxoş vəziyyətdə törədən cinayətlər, kəm ağıllıqla olan insanlar var ki, Cinayət Məcəlləsinin 22-ci maddəsi, 2-ci hissəsində tamamilə bunu əhatələnir və biz hesab edirik ki, bu günləri cinayətə görə məsuliyyət yaş həddi vardır. Qəsdən törədilən cinayətlər vardır. Azərbaycan Respublikasında belə deyək ki, xüsusi hissədə qeyd olunan normalara uyğun olaraq qəsdən törədilən cinayətlərə görə subyekt 14 yaşdır. Amma bəzi qanunvericilikdə birbaşa nəzərdə tutulur ki, cinayət törədən zaman 16 yaşı tamam olmuş şəxslər cinayət məsuliyyətinin subyekti hesab olunur.
Mən hesab edirəm ki, söz sizindir. Yeganə xanım, xoş gəlmisiniz. Xoş gününüz olsun. Öncəliklə qonaqlarımızı, həmçinin bizim izləyicilərimizi salamlayıram. Mən də sizin təbriklərinizə qoşularaq Azərbaycan xalqımızı İlahi Çərşənbəsi münasibətilə təbrik edirəm. Bol ruzi bərəkət, can sağlığı arzuluram. Allah dövlətimizi, xalqımızı qorusun və biz belə deyək də 21-ci əsrin əvvəlində öz torpaqlarını işğaldan azad edərək bu gün həm Avropa Şurası coğrafiyasında, həm ATƏT coğrafiyasında torpaqlarını ilk dəfə son 2-ci Dünya müharibəsindən sonra bütövlüyünü təmin etmiş ilk xalq olaraq bayramları keçiririk və elə bilirəm ki, bu bizim üçün həm bizim üçün böyük fəxarətdir, həm də böyük şərəfdir, həmçinin böyük məsuliyyətdir. Konkret olaraq sizin açdığınız mövzular haqqında o haqda danışmaq istəyirəm ki, ümumiyyətlə bu məsələnin Azərbaycan xalqının gözündə, cəmiyyətin gözündə hüquqi tərəfindən başqa bir mənəvi tərəfi də var və bu mənəvi tərəfi ondan ibarətdir ki, biz cəmiyyət olaraq həmişə nədənsə problemləri, ailə daxili problemləri, ailə üzvü ilə bağlı xəstəliklər və s. məsələləri gizlətmə yönümlülük, xüsusilə uşaqlarla bağlı məsələlərdə Azərbaycan xalqı üçün çox həssasdır. Biz ilkin dövrdə, uşaq dövründə, xəstəliyin ilkin simptomları dövründə müalicəni göz ardı edərək cəmaət nə deyər, qonşular nə deyər? İctimai qınaqla bağlı məsələlər. Bəli, uşağımızın üstünə ad qoyar və s. Bu kimi belə ictimai qınaqdan ehtiyat edərək əslində uşaqları, daha sonra da böyükləri və yaxud da hər hansı bir travmaların olduğu vaxtda, krizlərin, ruhi böhranlı vəziyyətin olduğu vaxtda böyüklərin müalicə haqqını, hüququnu tapdalamış oluruq və hesab edirik ki, evi yox, 3 gün evdə oturub və yaxud da elə olur ki, bəzən hətta bu uşaqlar olur ki, kiçik yaşlarında onları ipə-sapa yatızdırmaq üçün fiziki zor tətbiq olunur və s. Zaten psixologiyası zədələnmiş şəxs artıq uşaq yaşından, hal-hazırda mən bu məsələnin psixoloji tərəfi haqqında danışıram, şiddət də görəndə ümumiyyətlə özünün addımlarını nümayiş etdirmə deyil, daxili, belə deyək də, daxili gizlətmə və bunun üzərindən də böhranı daxildə böyütmə yanaşması ilə ortaya çıxır və bir günləri valideynlərin, qohumların çox rahat olduğu, əmin olduğu ki, uşaq sağlamdır və s. Elə risklər ortaya çıxır ki, bu risklər daha sonra çox sayılı qətillərə çıxardır. Nümunə üçün hamımızın gözün qabağında bir neçə il bundan qabaq bir hadisə olmuşdu və əslində orta məktəbdə özünün rəqabət hissi üzərindən, paxıllıq üzərindən sinif yoldaşını, idmançı sinif yoldaşını bıçaqlamış birini ailəsinin gizlətdiyi üçün, daha da sonra xəstəxanadan kənarlaşdırdığı üçün nəticədə həmin adam biraz da aqressiyasını özündə böyüdərək və özünə haqlı olaraq bildiyiniz kimi istənilən cəzasızlığı, həm də bir də özünə haqq qazandırma sindromunu böyüdür və nəticədə bir ailənin bütün üzvünü öldürərək onun mülkiyyətinə sahib olmaq istəyi ortaya gəldi. Əfsusdur ki, bu tipli, belə deyək ki, anlaqlı və anlaqsız öz hərəkət və hərəkətsizliğini, ictimai təhlükəli əmənin xarakterini dərk etməyən insanlar zaten öz ailə üzvünə daha çox cinayət törətməyə meyilli olur. Burada iki məsələ var. Biri, məsələn, hər hansı bir böhran halında təhriklər və s. kimi ruhən zəif insanların anlaqsız, yəni gəlmiş anlaqsız vəziyyətdə törətdiyi cinayətlər. Bir də var, beynində xəstə olduğunu bilərək, imtiyazlı olduğunu, yəni xəstəliyi üzərindən imtiyazlı olduğunu, istər münasibətlərdə, istər qanunvericiliyin qabağından imtiyazlı olduğunu bilərək məhz ciddi cinayətlər törədən və qətillər törədən insanlar əslində qanunverici onları anlaqsız halında tanıyır. Amma məsələ ondadır ki, bu anlaqsız halı mübahisə, məsələn, qərb praktikası necədir? Qərb praktikasında hər hansı bir kəm ağıllığı ilə, ruh xəstəliyi ilə bağlı arayışları olan insanlar da cinayəti törətmə anında onun motivləri və onu hərəkətə gətirən digər təhrik və s. məsələlər nəzərə alınır. Bizdə isə, məsələn, biri dəlilik kağızı varsa və yaxud da kəm ağıllıqla bağlı varsa, o artıq imtiyazlıdır və cəmiyyət o yönümlüdür ki, qanunda və s. də o yönümlüdür ki, onu klinik xəstəxanalarda və yəni müvafiq istiqamət üzrə olan xəstəxanalarda reabilitasiya etmək olar və s. Amma məsələ ondadır ki, verdiyi qərar anında, bu cinayətin törətdiyi anında adam xəstə də olsa, psixoloji problemləri də olmuş olsa, onu anlaqlı vəziyyətdə verir. Bax, bu iki fərq bir-birindən fərqləndirilməlidir mənim fikrimcə. Məsələn, nümunə üçün çox saylı biz
İndi mənim kolleqalarım, yəqin ki, onlar daha çox bildiyiniz kimi, mən mülki hüquq və ya da cinayət hüququndan çox məşğul deyiləm, baxmayaraq ki, istiqamət bir hissəsi oradadır. Amma Sizin istiqamət daha belə deyək ki, mənim dəyər verdiyim beynəlxalq hüquq münasibətləridir. Təşəkkür edirəm. Məsələn, orada bir məsələ var. Bizdə Azərbaycanda bir neçə cinayətlər olmuşdu. Bu haqqda tanışlıq olanda, məsələn, cinayətin psixoloji tərəfindən məşğul olan insanlar üçün onlar artıq cinayət törətdiyəndə cəzasız qalacaqlarına əmin olduğu üçün bu cinayətləri törətmiş psixolojisi qaydasında olmayan insanlardır. Aydındır. Amma burada anlaq var. Burada mütləq bir anlaq var və mütləq burada qanunvericinin nəzərə almalı olduğu məqam var. Aydın. Qanunvericiliyin baxımından Zinət xanım nə deyir? Buyurun Zinət xanım, xoş gəlmisiniz. Anlaqlıq və ümumiyyətlə yalnız onu deyim ki, anlaqsız şəxs cinayət törətdikdə məsuliyyətdən azad olunur və bu anlaqsızlıqda Cinayət Qanunvericiliyi 21 və 22-ci maddələrində qeyd olunur, məsuliyyət məsələsində məhdud. Və anlaqsız şəxs dedikdə bunlar kimdir? Qanunvericilikdə deyir ki, cinayət törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmahlılıq, sair əqli qeyrilik nəticəsində əgər şəxs öz kriminal əməlinin xarakterini, ictimai təhlükəlik dərəcəsini dərk etmirsə, bu şəxs cinayət məsuliyyətinə cəlb edilmir və onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Xroniki psixi xəstəlik dedikdə bu sağalması mümkün olmayan, daim fasiləsiz olaraq davam edən elə bir psixi xəstəlikdir ki, həmin xəstəliklərin siyahısında şizofreniyadır, epilepsiyadır, beyin sifilisidir, proqressiv ipləcidir, bunlara aid etmək olur. Psixi fəaliyyətin müvəqqəti pozulması isə adından göründüyü kimi müvəqqəti davam edir. Bir müddətdən sonra sağalması mümkün olan elə bir psixi xəstəlik ki, kəskin ruhi sarsıntı formasında ifadə olunur. Və bunlara da psixozlardır, məsələn, patoloji sərxoşluqdur, alkoqol psixozdur, manikal depressiv psixozlardır. Bu vəziyyətlər xroniki psixi fəaliyyətin müvəqqəti pozulması kimi qiymətləndirilir. Kəmahlılıq isə anadan gəlmə əqli gerilikdir ki, bunun da 3 forması var. Ən ağır forması idiotikdir, orta dərəcədə artıq imbesillikdir, daha yüngül forması isə debillikdir. Sair psixi xəstəliklər isə bunlar ola bilsin ki, yoluxucu xəstəliklərdən yarana bilər. Yəni müvəqqəti olaraq bu da psixi pozuntu hesab edilir. Və bunlar da yoluxucu xəstəliklər də ola bilər. Yaxud da şəxs ola bilsin ki, hansısa bir əməliyyat keçirdib, əməliyyatın nəticəsində ola bilər. Və yalnız eyni zamanda əfsusdur ki, bu zaman belə hallarda avtoqəza nəticəsində aldığı travmalar. Bəli, məsələn, ola bilər ki, yanma nəticəsində belə şeylər. Bəli, ani olaraq şəxsin psixi fəaliyyəti pozulur və nəticədə bu cinayəti törədirsə və anlaqsızlığın meyarının müəyyən edilməsi üçün təkcə bu məhkəmə psixiatri ekspertizanın təyin edildikdə buraya əsasında həkim tibb komissiyasının rəyi ilə müəyyən edilir və anlaqsızlıqda şəxsin məsuliyyətdən azad edilməsi üçün tibbi meyar kifayət etmir. Tibbi meyarla yanaşı hüquqi meyar da olmalıdır. Yəni şəxs öz kriminal əməlini həqiqətən də dərk etmir, onun cinayət olduğunu başa düşmür və idarə edə bilmir. Əgər hüquqi meyarda müəyyən edilirsə tibbi meyarla yanaşı, yalnız bu halda o məsuliyyətdən azad edilə bilər. Və anlaqlığı istisna etməyən psixi pozuntu vəziyyəti isə buna hüquq və tibb ədəbiyyatında adətən az anlaqlılıq, məhdud anlaq kimi anlayış verilir. Lakin Azərbaycan Respublikasının Cinayət Qanunvericiliyində anlaqlığı istisna etməyən psixi pozuntu vəziyyəti kimi qiymətləndirilir ki, bunlar da məsələn patoloji sərxoşluq vəziyyəti ola bilər. Anlaqlığı istisna etməyən psixi pozuntu vəziyyətində şəxs son zamanda narkotik və narko təsiri altında törədilən cinayətlər var ki, sağlam insandır, nə ruhi xəstəliyi var, nə debilliyi var, nə də kəm ağırlığı var. Amma sadəcə uyuşturucunun təsiri altında spirtlik ola bilər, narkotik psixotrop maddələrin qəbulu ola bilər, sair təsir edən maddələrin qəbulu ilə ola bilər. Anlaqlığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxs birmənalı olaraq məsuliyyətə cəlb edilir, yəni anlaqlı hesab edilir. Ona görə anlaqlı hesab edilir ki, onun anlaqsızlığının tibbi meyarı müəyyən edilə bilmir. Ona görə də anlaqlı hesab edilir. Lakin məhkəmə cəza təyin edərkən bu halı nəzərə ala bilər. Şəxsin barəsində məcburi tibbi xarakter tədbirlər tətbiq edə bilər, təyin edə bilər. Və sərxoşluq vəziyyətində isə artıq sərxoşluğun hansı səbəbdən yaranmasından asılı olmayaraq şəxs məsuliyyətə cəlb edilir. Lakin Aqrosakson hüquq sistemində şəxsin iradəsi əleyhinə sərxoş vəziyyətə gətirilməsi əgər gətirilibsə və cinayət törədilirsə, o halda məsuliyyətdən azad edilir. Lakin Azərbaycan Respublikasının Cinayət Qanunvericiliyində sərxoşluq hansı səbəbdən baş verməsindən asılı olmayaraq şəxs məsuliyyət daşıyır. Sərxoşluq özünün də fizioloji, patoloji tərəfləri olur. Fizioloji da orta yüngül ağır formadadır ki, ona görə şəxs sərxoş vəziyyətində izləyicilərdə sual yarana bilər ki, axı o da psixi olaraq anlamır öz hərəkətini. Ona görə o cinayət məsuliyyətə daşıyır ki, şəxs özünü ağır formada belə sərxoş vəziyyətə öz iradəsi ilə gətirir. Və o başa düşür ki, sərxoş olub cinayət törədə bilər.
bilər. Aydındır. Və bu halda da məsuliyyət Aydın. daşıyır. Elmaz xanım, xoş gəlmisiniz. Sağ olun, çox. Bax, bizim deyək ki, iki xanımız fikrini söylədi, anlaqlı və anlaqsız və onlar istisnadan hallar. Sizin də fikrinizi öyrənmək istədik. Çünki mənim axıra saxlamışam ki, ona məhkəmə təcrübəsindən sual verəcəm. Bəli, biz cinayət qanunvericiliyində anlaqlı və anlaqsız vəziyyətdə olan törədilən cinayətlərdə nəinki cinayət məcəlləsində nəzərdə tutulmuş hallar, biz kimi hesab edirik ki, anlaqlıdır və anlaqsızdır. Cinayət prosessual məcəlləsində hətta bununla bağlı aparılan ilkin və sonrakı məhkəmə araşdırmaları belə fərqlənir ki, yəni qanunvericilikdə bu məsələyə həssas yanaşılır. Əsasən bizdə yəni çox vaxt insanlarda o düşüncə yaranır ki, çox vaxt hüquqi tərəfini başa düşmürlər və bunu izahla izah edirlər ki, bu cəzasız qaldı, nəticəsiz oldu, heç bir nəticə olmadı. Ancaq bir məsələni də başa düşmək lazımdır ki, o nəinki bizim ölkədə, eyni zamanda bütün dövlətlərdə biz anlaqsızlığı bir xəstəlik kimi qəbul edirik və burada xəstəlik məqsəd, yəni şəxs barəsində törədilən əmələ münasibətdə məqsəd bir növ biz o həmin şəxsin sağlamlığını da qoruyuruq, onun müdafiəsinə də keçirik. Yəni burada anlaqsız şəxsi məsuliyyətdən azad etmək yox, ədalətli balans formalaşdırmaqdır ki, bu cinayət məcəlləsinin ümumi prinsiplərində də var, bizim humanizm və digər prinsiplər tərəfindən yanaşsaq. Belə ki, anlaqsız şəxslərin özü adında məlum olduğu kimi anlaqsız olur, törətdikləri əməli dərk etmirlər, nəticələrini bilmirlər, şuurlu surətdə yol vermirlər və ona görə də şəxs barəsində cinayət məsuliyyətindən azad etmə halı ola bilər. Ancaq bunun barəsində tibbi xarakterli tədbirlər nəzərdə tutulmuşdur ki, bəli, məcburi tədbirlərdə bu şəxsin anlaqsızlığının yenə də müvafiq ekspertiza ilə yoxlanması nəticəsində müəyyən olunur ki, intensiv olsun, daimi müşahidə altı növləri belə fərqləndirilir ki, hətta bu xəstəliyin ağırlığına, yüngüllüyünə kimi gedir. Eyni zamanda mən əsasən həmkarların bir çox məsələləri ətraflı şəkildə izah elədi. Bir çox hallarda bir cinayət məsuliyyəti bizə aydındır. Anlaqsız şəxsin törətdiyi cinayət məsuliyyətini biz aydın edirik. Amma bəzən burada mülki məsuliyyət olur. Hansı ki, bu baş verənlərdən mülki zərər çəkən tərəflər olur, zərər çəkmiş tərəf olur. Və mülki məcəllələr də bu anlaqsız məsələsində, törədilmiş məsuliyyətə məsələsində yəni xüsusi müəyyən qaydalar nəzərdə tutulmuşdur ki, şəxs anlaqsız vəziyyətdə cinayət törədə bilər, cinayət məsuliyyətindən azad da ola bilər həmin əsasdan. Ancaq burada mülki məsuliyyət məsələsi var. Bildiyimiz kimi bu anlaqsız şəxslərin zərərin əvəzinin ödənilməsi ilə bağlı. Bəli, bildiyimiz kimi bu anlaqsız şəxslərin törətdikləri zərərlə bağlı, zərərin əvəzinin ödənilməsi məsələsində cavabdehlik daşıyan şəxslər var. Yəni aydın məsələdir ki, biz şəxsin anlaqsız olduğunu bayaq Yeganə xanım çox gözəl vurğuladı ki, biz onu gizlətməməliyik. Yəni tək mənəvi tərəfdən yox, eyni zamanda digər şəxslərin hüquqlarına münasibətdə istəyir mənəvi hüquqlar olsun, sağlamlıq olsun və yaxud da ki, maddi hüquqlar olsun. Yəni anlaqsız şəxslərin özünün mütləq qaydada qeydiyyata alınması, nəzarət olunması, müalicədə olmasının müsbət tərəfi odur ki, həmin şəxsləri aydın məsələdir ki, qanuni nümayəndələri olur. Bundan başqa eyni zamanda qəyyumları, himayəçiləri olur. Yəni hər bir halda dövlət tərəfindən bunlara nəzarət etmə imkanları, qaydaları müəyyənləşmişdir. Bu halda əgər həqiqətən də bununla bağlı yəni olduğu kimi bununla bağlı bu şəxslər qeydiyyatda olan zaman onu öz üzərinə məsuliyyəti götürən şəxsdə, yəni həm maddi tərəfdən, həm mənəvi, həm sağlamlıq tərəfdən öz öhdəliklərini dərk edir və aydın məsələdir ki, anlaqsız şəxsin etdiyi hərəkətlərə münasibətdə, indi aydın məsələdir ki, bizdə cinayət məcəlləsi, humanizm, ədalət prinsipi cəhətdən hər şəxsin öz əməlinə münasibətdə olur. Bəli, təqsirli şəxsin əməlinə, biz ona belə deyək də, məsul olan şəxsi cinayət məsuliyyətindən azad edə bilərik. Ancaq biz ona maddi məsuliyyətdən azad etməməliyik. Yəni belə ki, həmin şəxsin hərəkətlərinə, idarə etməsinə, nəzarətinə cavabdeh olan bir şəxs dərk etməlidir, başa düşməlidir ki, məsələn, elə bir şəxsi biz evdə qoyub, sonra oradan hər hansı bir istəyir şəxsin sağlamlığı olsun, maddi zərər olsun, insanlar üçün təhlükə yaradıb, biz deyə bilmərik ki, o anlaqsız idi. Aydındır. Bəli, belə məsələlərdə də diqqət etməliyik. Bizdə mən xoş gəlmisiniz. Sağ olun. Bizdə mən 3 hüquqşünas xanım fikrini söylədi. Siz məhkəmə hakimi olmuşsunuz və istintaqçı olmuşsunuz, prokurorluğun uzun müddət 21 il bizdə olan məlumat görə sizin də qaparmısınız. Ümumiyyətlə törədilən cinayətlərlə bağlı bəzi hüquq ədəbiyyatlarında belə deyək ki, anlaqlı və anlaqsız institutu var. O tamamilə fərqli yanaşmadır və sərxoş vəziyyətdə törədilən cinayətlər tamamilə fərqli yanaşılır. Ümumiyyətlə anlaqlı və anlaqsızlıqla bağlı, qəsdən adam öldürməklə bağlı sizdə icraat işləri olubmu? Birincisi, hörmətli Əkbər müəllim, biz qanun və icra proqramı olaraq hərdən bir bu verilişlərdə iştirak edirik.
Həqiqətən bu veriliş bizim millətimiz üçün çox zəruri və lazımlı bir verilişdir. Çünki biz insanlara çatdırmaq istəyirik ki, həm hüquq elminin, qaydaların, amma onların içində ən vacibi elə bugünkü məsələdir. Niyə? Biz anlaqsızlıq dedikdə bu şəxslər, bu xəstələrin özlərindən söhbət getmir. Bunlar cəmiyyət üçün çox qorxulu insanlar yaranır. Təhlükə mənbəyidir. Təhlükə mənbəyidir. Hətta təcrübə göstərin, siz təcrübədən soruşsunuz, mən bir-iki misal gətirəcəm. Siz dəhşətli burasındadır ki, bu anlaqlığı, o anlaqsız olan, qəfildən anlaqsız yaranan insanlar, onlar anadan gəlmə anlaqsız deyil, sonradan xəstələnirlər, onlar anlaqsız. Yox, o sən hüquq ədəbiyyatı affekt vəzən törədilən cinayətə tamamilə başqadır. Bəli, indi onu deyəcəm mən. Çünki tamaşaçı Yəni demək istəyirəm ki, bu insanlar anadan anlaqsız doğulmayıb ki, sonra da xəstəlik tapır, gəlir, anlaqsız olur. Bu insanlar ən çox törətdiyi cinayətlər öz yaxın ətrafında, yaxında olan insanlara, anaya, bacıya, qardaşa, el arasında hamıya çox olmayan hadisədir. Əhmədin hadisəsi vardı. Bəli, o xalqımızın, millətimiz üzdür. Şizofren xəstəsi idi. Biz duraq deyək ki, Əhməd xəstə idi. Şizofren xəstə. Haqlı olaraq onu sonra dərindən yoxladılar, qoydular xəstəxanaya. Alət əldə eləyib, şuuru şəkildə gedib hətta marketdən soyuq silaq alıb, arxasınca getmək bir ağıllı adamın hərəkətidir də bu. İndi siz mənim yadıma elə şey saldınız ki, mən xalqımız, millətimiz elə düşünür. O hissəni 4-5 adamı öldürmək hissə mərhələ-mərhələ hesablanmış saatla. Günlərin bir günündə, heç o ağırlıqdan deyil. Mən olmuş öz baxdığım işdən danışıram, mənim icraatımda bir iş vardı. Deməli, hüquq fakültəsinin tələbəsidir, oxuyur. Bu institutun 2-ci kursunda xəstələnir. Real xəstəlikdə hər bir insan xəstələnə bilər. Bu şizofren xəstəsi olur. Bunu atası, anası həmişə kənara apardılar. Maçlarda müalicə etdirilər, başqa kimlərdə müalicə etdirilər. Eyni zamanda ana da dözmür bir baxıcı yanına da aparır ki, görün bu nə olacaq uşaq sağdır. Baxıcı da buna baxır, eləyir. Görür ki, dərmandan savadlı qalmış baxır. Görür, onsuz həkimlər bunu sağaldıqsa deyir ki, sən sağalmısan da, mən də lazım olanlar elədim da, bu baş ağrısı ilə gəlirmiş xəstəlik. Da sən xəstələnmirsən, arxayına çıx get. Bu institut qutarır, çıxır gedir öz rayonlarında, başlayır bir idarədə hüquqşünas işləməyə. Mən cinayət işindən danışıram. Yəni, işlədiyim düz 10 il keçir. 10 il bunun xəstəliyi tutmur. 10 ildən sonra bir gün başlayır bunun baş ağrımağa. Artıq xəstəliyin əlaməti sindromlar da yaranır. Yaranır. O vaxtda bunun bu xəstəliyi baş ağrısı ilə başlayırdı. Baş ağrıyanda fikirləşik, bu nədir? Bəs o həkimlər yadından çıxıb, baxıcının dediyi söz yadında qalır. Buna demişmiş ki, da sən bir də xəstələnməyəsən. Yodun ki, deyir, bunu olacaq. Bəs mənə demişdi ki, bu xəstələnmişim. Bu evə gələndə həmin axşam, anası bunun hərəkətlərini görür ki, nəsə biraz büyüyür. Narahatçılıq var. Nə olub, nə tər olub, deyir ki, heç nə. Söhbət biraz da bunun xəstəliyi artır, anası hiss eləmir. İşə gedir, işə gedəndən sonra gəlir, oturur taksiyə, rayonların birində, rayonda 300 kilometr məsafəsi var Bakıdan. Oturur, gəlir, düz bazar yoxdur, Vasmoyun bazarı. Vasmoyun bazarından böyük bir bıçaq alır, qoyur cibinə, düz gəlir həmin baxıcının qapısında oturur, gözləyir ki, havası çıxacaq çölə. Dəlidə tutur, bunun xəstəliyi baş qaldırıb 10 ildən sonra. Hələ heç kim bilmir. Gözləyir, bu insan çölə çıxanda arxadan yaxınlaşır, 7-8 bıçaq vurur, bunu öldürür. Öldürür. Çox maraqlı bir adam. Deyirsiniz ki, ağıllı. Heç bir ağıllı adam da bunu eləyə bilməz. Əli bıçağı tulluyur, qayıdır, gəlir, əlin ayağın yumadan bir taksi oturur, yolun qıransaq, taksidən birini oturur, deyir, sür. Sür gedək, falan edir. Taksi baxır ki, bunun əli zadə qanlıdır. Deyir, əlim niyə qanlıdır? Deyir, bəyə qoyun kəsmişdim, elə yadımdan çıxıb əlimi yumamışam. Sözə bax ha, bu ağıllı adamın sözü, düzdürmü? İlk anda adam fikirləşər ki, aydındır. Bizim reklam aramız var, sonra bir mövzuya qayıdacaq inşallah. Olar. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra reklamlardan sonra davam edəcək. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra reklamlardan sonra davam edir.
Hörmətli tamaşaçılar, bildiyiniz kimi biz Qanun və İcra proqramı Şəhər Mənzil Texniki Kooperativinin sponsorluğu ilə bizim verilişimiz ərsəyə gəlib. Biz Şəhər MTK Bakı və Bakı ətrafında çox mərtəbəli binalar tikir. Təmirli evlər şirkət tərəfindən 25 min ilkin ödəniş kimi təklif olunur və eyni zamanda Şəhər MTK-dan təmirsiz evlər 5 min ilkin ödəniş kimi təklif olunur və hesab edirəm ki, həmən Şəhər Mənzil Texniki Kooperativinin Bakı və Bakı ətrafında tikdiyi binalarla bağlı maraqlanmaq istəsəniz, hüquqşünaslarınızla və vəkillərinizə hüquq şöbəsinə və müqavilə şöbələrinə müraciət edib, Bakı və Bakı ətrafında istədiyiniz mənzillərə hissə ödənişlə sahib ola bilərsiniz. Şəhər Mənzil Texniki Kooperativi götürdüyü öhdəliklə müqavilə öhdəlikləri vaxtında icra edir. Biz ona görə Şəhər Mənzil Texniki Kooperativinin rəhbərliyinə minnətdarıq və hesab edirik ki, hər bir insanın, bəşər övladının Bakı və Bakı ətrafında, yəni Bakıda yaşayanlara şamil edilir mənim bu fikrim. Ev almaq, ailə qurmaq və belə deyək ki, xoş gün, ruzlu yaşamağı arzusundadır. Mən hesab edirəm ki, Şəhər Mənzil Texniki Kooperativi tikdiyi evlərin hər zaman dayanıqlığına da və keyfiyyətinə də cavabdehdir. İstədiyiniz vaxtı Şəhər Mənzil Texniki Kooperativinə müraciət edib, orada belə deyək ki, hissə ödənişlə, ilkin ödənişdən sonra hissə ödənişlə əmlaka sahib ola bilərsiniz. Bugünkü mövzumuz çox maraqlı mövzudur. Mən hesab edirəm ki, affekt vəziyyətdə törədilən cinayətlər, anlaqsız vəziyyətdə törədilən cinayətlər və cinayət törədən zamandan sonra baş vermiş anlaqlı istisna edən hallar. Buna görə məsuliyyətlə bağlı. Məsələn, Cinayət Məcəlləsinin 78-ci maddə var. Bəzi o xəstəliklər var ki, əlbəttə ki, cinayət məsuliyyətindən azad edən xəstəliklər var. Cinayət məsuliyyətindən azad olur. Amma bu ağıl zəifliyi və cəmiyyətdə belə deyək ki, kəm ağıllıq və eyni zamanda narkotiklə törədilən cinayətlər, narkotik və narkotik təsiratından törədilən cinayətlər tamamilə fərqlidir. Affekt vəziyyət sağlam insanlara aiddir. Məsələn, bu yaxınlarda bizim belə bir yoldaşımız söhbət edir. Deyir, 20 il bundan qabaq mən bir qadın vardı. Qadının ləyaqətinə xoşa gəlməz bir ifadə işlədir. Qadın özünü asılı olmayaraq əlini atıb bilmir. Qaşıqdır, bıçaqdır, nədir? Cinayət törətmişdi. Peşman olmuşdu oradan. Amma o an affektlə törədilmiş cinayət. Buyurun. Patoloji affekt vəziyyəti cinayət törədən hər bir adam cinayət məsuliyyətindən azad edilir. Çünki bu baş vermiş xəstəliyin elə bir anıdır ki, o anda patoloji affekt vəziyyətində insan ümumiyyətlə həyatla əlaqəsi olmur. Ona verilən şuur normal vəziyyətdə işləmir, əqli gerilik yox, ümumiyyətlə ağıl yoxdur. Ona görə də buna deyirlər ki, emosiya intellekti söndürür. Bəli. Ona görə də patoloji affekt vəziyyətində cinayətin törədilməsi tibbi qaydalarla yoxlanılır və müəyyən olunsa ki, patoloji affekt o cinayət məsuliyyətindən azad olur. O ki qaldı, siz burada qeyd elədiniz, hörmətli hüquqşünaslarımız hamısı dedi, həmin sərxoş vəziyyətində, həmin narkotika ilə bağlı vəziyyətdə özündən asılı olmayaraq cinayət törətmiş bütün şəxslər cinayət məsuliyyətinə cəlb edilir. Çünki o öz-özün bu vəziyyətə gətiribdir. O içməsəydi, çox içməsəydi, onun patoloji vəziyyətdə yaranma şeydir, affekt vəziyyətdə yaranma şeydir və digər hala yaranma şeydir. O ki qaldı, cinayətlərin qanun qarşısında 4 qrupa bölünür bu cür insanlar müalicə üçün. Birincisi, yoxlayanda onunla vəziyyətinə asılı olaraq göndərirlər ambulator müalicəyə. İkinci göndərirlər ümumi psixiatriya müalicəsinə. Bunlar fərqlidir bir-birindən. Üçüncü göndərirlər ixtisaslaşdırılmış psixiatrik müalicə müəssisələrinə. Dördüncü, ixtisaslaşdırılmış psixiatrik müalicəsinə intensiv müşahidə altında. Yəni bu el dilində desək, tam ağır forması, şəxsiyyəti təhlükəli. Ona görə də bunlar niyə qorunur? Mən buradan hər birimizin borcudur ki, üzümüzü millətimizə tutaq deyək ki, ətrafınızda olan, istər doğma əzizin olsun, övladın olsun, balan olsun, bu xəstələrin əlaməti hiss edəndə, siz hər hansı bir nəsə hiss edəndə, deməyin ki, balamdır, bunu gizlətməyin. Siz özünüzə də təhlükədir, övladınıza təhlükədir. Bunu mütləq həkimə aparmaq lazımdır. Müalicə etdirmək lazımdır. Mən burada söylədiyim insan, mən həyatdan danışdım. 10 ildən sonra gəlir insanı bıçaqlayır, öldürür. Düzdür, tapıldığı, bilindiyi, bizim qanunlar yüksək işləyir. O
Amma bir Bu nədir? şəxsiyyətli bir insan, bəşər yolu dünyadan Bəli, amma o dünyası ciddi son bir qoyuldu. adamı Burada həyatdan götürdü. Ona görə də bu sahəyə xüsusi fikir vermək lazımdır. Düz, yaxşı mövzudur bu gün seçilmiş mövzu. bəli, burada iki məqam var. Elə bilirəm birinci dəfə danışanda o haqqda Dərli müəllimin, hüquqşünasımızın fikirlərini qoşularaq onu davam etdirmək istəyirəm ki, bu ictimai qınaq deyilən və həmçinin də ümumi bir stereotiplər var ki, məsələn, filan kəs psixoloqa gedirsə, indi psixoloqlar biraz legitimləşməyə başlayıb ictimai şuurda. Amma psixiatr sözü gələndə artıq ehtiyat yaranır və bu hər mənada Azərbaycan cəmiyyətində bir bu stereotip, qorxu və şübhə mənbəyidir. Mənim fikrimcə medianın kütləvi şuurda oynadığı rolu nəzərə alaraq, istər tədris, istər təhsil sahələrində mütləq xəstə insanların müalicə hüququnu qınamamaq kimi bir yanaşma uşaqlıqdan insanlarda oturuşmalıdır mənim fikrimcə. Çünki bildiyiniz kimi cəmiyyət düşüncə tərzi və sair media vasitəsilə, yəni tarixin bütün mərhələsində media adlandırdığımız alətlərlə zamanında bunlar ilk nəsillərdə, orta əsrlərdə bazarda adamlar olub, kimlər ki oturub xəbərləri paylaşırmışlar. Daha sonra qəzetlər, daha sonra teleqraf, daha sonra radio, televiziya, indi də sosial platformlar. Yəni bu stereotipləri sındırmaq lazımdır ki, bir valideyn öz uşağını psixiatra aparanda ehtiyat etməsin ki, uşağımı məktəbdə digər uşaqlar bu mövzunun üzərindən linç edəcəklər, ona qarşı bullying aparılacaq və s. Bu məsələnin bir tərəfi. Bir də mən Dərli Əkbər müəllimin fikirlərinə bağlı sizin o... Mən də bununla bağlı. Bəli, qeyd etdiyiniz bir məqamı toxunmaq istəyirəm. Məsələ ondadır ki, psixolojisi yerində olmayan insanların intellekt səviyyəsi onların cinayətin dərinliyini müəyyən edir. Bəzən olur ki, belə deyək də, nümunə üçün deyək, Azərbaycanda çox az belə epizodlar olub, amma məsələn Rusiyada hamının bildiyi bir hüquqşünaslar üçün də dərslikdə keçirilən Çikatilo deyilən bir prezident olub, hansında ki 50-dən çox insanı öldürüb və illərlə cəmiyyətdə hörmətli, alim və s. Yəni bu adam ömür boyu bir şəhərdə yaşayıb, şəhərin ətrafında 50-dən çox qadını öldürüb, vilayətlərə gedib orada qadını öldürüb və bunun axtarılması, tapılması və şübhələnməsi və s. alınmayıb. Niyə? Çünki bu həddindən artıq intellektual imiş. Bu intellektini, cinayətini örtbasdır etməyin yolunda istifadə edib. İndi onu əlbəttə xəstə kimi qəbul etdilər və onu şizofreniyanın, ağır şizofreniyadan əziyyət çəkdiyini qəbul etdilər. Amma burada onun 30 ildən çox insanları öldürərkən yəni anlaq səviyyəsini nəzərə almamaq, bu elə bilirəm ki, az öncə də dəyərli Elminaz xanım qeyd etdi, bu balans məsələsində fikrimcə bu biraz ədalətsiz yanaşmaya gedir. Bax, bugünə sizdə və bizdən özümüzdən asılı olmayaraq Azərbaycanın bir parçasıyıq, yəni vətəndaş olaraq. Sosial şəbəkə, sosial platforma üzərindən ağıllı adamların işlətdiyi ifadələr bu tipli cinayət törədəndə mən fərqləndirmirəm. Siz bilirsiniz, sosial şəbəkədə insanlar bir-birinizi təhqir edir, açıq aydın? Mənim fikrimcə, sosial platformalar artıq... Yəni, bunların nə ad qoymaq olar? Yəni, kitabda adları var. Baxın, mən həm bildiyiniz kimi Mətbuat Şurası İdarə Heyətinin üzvüyəm və bu sahədə, belə deyək də, sosial platformların tənzimləməsi qanunvericiliyində, ekspert qrupunda təmsil olunmuş şəxsəm və deyim, sosial platforma artıq əvvəl qəbul olunduğu kimi və çoxlarının da digərlərini tənqid etməyi, özünün ifadə azadlığı kimi qələmə verdiyi mərhələdən çıxıb. Çünki bizim 18 saatın... Bəli. İnsanlar ifadə azadlığı, üzr istəyirəm sözünü kəsəm, həqiqətən insanlar söz, fikir, ifadə azadlığını... Yəni, Konstitusiyanın 47-ci maddəsi tamamilə fərqlidir. Bəli, məsələ ondadır ki, artıq bizim əgər vaxtımızın 24 saatın 18-12 saatını sosial platformada keçiriksə, bu artıq bizim toplaşdığımız kütləvi yerlərdir. Və ənənəvi kütləvi yerlərdə davranış qaydalarının tənzimlənməsi sosial platformalarda tənzimləməlidir. Deməli, bir alim olaraq bir ağılı söz yazırlar biri və bir nəfər də bilmirsən təhsili var, bilmirsən yoxdur, heç araşdırmaqda olmur. Girir altından və o hesab edir ki, alimi təhqir edə bilər, tənqid edə bilər. Tənqid edə bilər. Hamımızın tənqid hüququ var, tənqidə dözümlük yanaşmaq lazımdır, amma bir də təhqir var. Nümunə üçün mən dünən sizin o sözünüzün qüvvəti Azərbaycan xalq artistlərinin bir görüntüsü var idi ki, onlar Bayram, Novruz ərəfəsi, ilaxır çərşənbələrimizdə görüntüləri var idi və onlar kostyumdaydılar. Bir nəfər altından yazıb ki, yox, şəkilləri paylaşıb, bunlar niyə milli kostyumda deyil?
Və bunu xalq artistlərinə, yəni xanəndələrdən söhbət gedir, bu show biznesdən söhbət getmir. Belə bir təhqir formasında yazıb ki, bunlar Rus bilmirəm nəyi kimi kostyum geyib, icra hakimi, harın icra hakimi kimi kostyum geyinib şəkil. Baxın, təhqir tarixən trigger alətdir. Bizim insanları təhqirə dözümlüyə öyrətmək bu mümkün deyil. Nə qədər ki insanın emosiyası var, nə qədər ki insanın intellekti var. Və bunu alət olaraq kimsə özünün uğursuzluğunu, daxili problemlərini, çox-çox üzr istəyirəm, istər qadın kimi, istər kişi kimi yarıtmazlığını, acığını cəmiyyətə nifrət püskürməklə, kimisə alçaltmaqla, kimisə gözdən salmaqla edirsə, bunun bir qanunvericilikdə mütləq bir ödəvi olmalıdır. Bundan bağlı dediyiniz məsələ çox ciddi məsələdir. O məsələ, şizofreniya xəstələrinin 50 növü var, düz 50 növü var. Onlardan biri də maniaklardır. Maniaklar cəmiyyətdə ən gec tanınan, ən gec üzə çıxan insanlardır. Onların çox vaxt ağlı üstündə olur, amma cəmiyyətdə əks tərəfə işləyir. Onların aşkar olun, o gözəl misal çəkdiniz. Çikatelaya bağlı. Dediniz, 30-dan çox adam öldürüb, amma ona görə ki, o başqa vaxtdır insanların yanında özün ağıllı adamdan da çox hörmətli bir şəxs olur. O çox təhlükəli bir hissəsi, insanların bir hissəsi. Ona da o şizofreniya xəstələrinin bir növdə maniaklıqdır. Bax, onun nəticəsi. Ümumiyyətlə, bu sadaladığımız xəstəliklərlə bağlıdır. Şəxsin, məsələn, təhqir olunub affekt vəziyyətə düşüb cinayət törətməsi də. Affekt halı psixiatri elmində təsdiq edilir ki, insan həyatında yalnız bir dəfə baş verə bilər və o təkrarlanmır. Və bayaq bir məsələyə toxundunuz ki, Əkbər, 78-ci maddədə məsuliyyətdən azad etmə və eyni zamanda bu vəziyyətlə şəxsin cəzadan azad etməsidir. Konstitusiya Məhkəməsinin plenumunda bunun barədə bir qərarı var. Ümumiyyətlə, şəxsin psixi pozuntusu hətta qanunvericilikdə və Konstitusiya Məhkəməsinin plenum qərarında qeyd olunur ki, məhkəməyə də ibtidai araşdırma istintaq müddətinə aşkar edilibsə, cinayət işi icraat dayandırılmalı və şəxsin psixiatri müalicəsində yerləşdirilməsi üçün materiallar məhkəməyə göndərilməlidir. Hətta məhkəmə işə baxarkən bu halı aşkar edibsə, hətta Konstitusiya Məhkəməsi plenumunda göstərir ki, məhkəmə birinci instansiyaya baxıbsa, hökm qəbul edibsə, apellyasiya verilmiş kassasiya şikayət və protesti apellyasiya məhkəməsi baxarkən müəyyən etsə ki, şəxsin cəzanın icrasından istisna mane olan psixi xəstəliyi aşkar edibsə, bu halda belə icraatı dayandırmalı və şəxsin müalicə müəssisəsinə göndərməlidir. Qanunverici təkrar burada müalicə müəssisəsinə göndərməkdə şəxsin əlbəttə məsuliyyətə cəlb edilməsini və cəzanın məqsədinə nail olmasına yanaşı, hansı ki o cəzadan məsuliyyətdən azad edilmir. Sağaldıqdan sonra onun artıq davam edib cəzanı icra edib etmə məsələsini məhkəmə araşdıracaq. Məhkəmə müalicə müəssisəsinə yerləşdirilməkdə şəxsin sağalaraq cəmiyyətə yenidən adaptasiya edən cəzadan azad edildikdən sonra da sağlam şəkildə qaytarılmasını təmin etməkdir. Və şəxsin müalicə müəssisəsində saxlandığı müddət cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının qanunvericilikdə də bir gün stasionar psixiatri müəssisəsində qalıbsa, bir gün azadlıqdan məhrum etmə cəzası ilə bərabərdir. Eyniləşdirilir. Və bu təcrübə təkcə bizdə deyil, Moldovada, İsveçrədə, hətta Almaniyada, Estoniyada, bu ölkələrdə də eyni qaydadadır. Və bir məsələ də vurğulamaq istəyirəm ki, şəxsin cəza müddəti ilə psixiatri müəssisəsində saxlanma müddəti eyniləşdirilməməlidir. Yəni, hesab edək ki, şəxs 5 il, 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilir və o 5 il tamam olduqdan sonra o 5 il əgər psixiatri müəssisəsində qalıbsa, o demək deyil ki, o artıq müəssisədə cəza müddəti bitdiyinə görə günə-gün hesablanaraq o müəssisə onu buraxmır. Müəssisədən buraxılması yalnız şəxsin sağalması, artıq onun əgər məcburi ambulatoriya müşahidəsində psixiatri müalicəsinin mümkün olması haqqında həkim tibb komissiyasının rəyi varsa, yalnız bu halda mümkündür. Hətta psixiatri yardımı haqqında qanunun 10-cu maddəsində qeyd olunur ki, şəxs qeyri-könüllü olaraq əgər onun psixi xəstəliyi özünə və ətrafdakılar üçün real təhlükəlidirsə və yaxud da ki, bəli, cinayət qanunvericiliyinin bu şərt üst-üstə düşür. Yaxud da şəxsi tamamilə aciz vəziyyətdədirsə, bu deməkdir ki, yəni şəxs özünü tamamilə idarə etmək imkanlarından məhrumdur. Yəni bu hallarda şəxs qeyri-könüllü olaraq tibb müəssisəsində saxlanılması davam etdirilə bilər. Və bir məsələ dedim ki, təkcə cinayət törətdikdə deyil, hətta mülki qaydada belə ailələr görsə ki, onların ailə üzvlərində, yaxınlarında belə bir xəstəlik var, onlar mülki qaydada da məhkəməyə müraciət edə bilərlər və məhkəmə də buna təxirə salınmaz. Ən qısa müddətdə baxaraq şəxsi müəssisəyə yerləşdirməsi haqqında qərar qəbul edə bilər. Artıq burada könül ünsüz sıfırlanır, məcburi xarakter daşıyır. Bəli, məcburi. Qeyri-psixiatri yardım haqqında qanun. Ümumiyyətlə, bugün cəmiyyətimizdə sərxoş vəziyyətdə avtonəqliyyat idarə edən insanlar var, qəza törədir. Sizin və bizim insanlar kimi bəzi insanlar var, həyatı üçün təhlükə mənbəyidir. Bax, bununla bağlı, məsuliyyətlə bağlı.
Bununla bağlı mən çox təəssüf ki, bizim bir çox insanlarımız, əksəriyyətləri sərxoş vəziyyətdə cinayət törədən zaman onu xüsusi bir yüngülləşdirən hal kimi təqdim edirlər. Hətta yəni tam qanunun mənasını dərk etməyən insanlar yəni bu məsuliyyətdən azad etmə əsası kimi belə görürlər. Amma hər bir halda bayaq bir çox xüsusi qeyd elədik ki, şəxs özünü sərxoş vəziyyətə özü gətirir. Amma bəziləri də var ki, spirtli içki içəndən sonra şirə dönür. Bəli, ola bilər ki, məsələn, kimsə qərəzli şəkildə başqa bir şəxsə iradəsindən kənar o hala gətirirsə, o başqa bir məsələdir. Onunla bağlı başqa cür tənzimləmə olur. Amma öz iradəsi ilə sərxoş vəziyyətdə, məsələn, çox vaxtı insanlar içki içəndə idarə etmə qabiliyyəti, yəni onların şəxsiyyətində xüsusi bir hər şey məndədir, mən hər şeyi bilirəm, bütün təhlükətin qarşısını ala bilərəm. Yəni öz xarakteri ilə bağlı öz şəxsiyyətini bütün insanların şəxsiyyətinə münasibətdə üstün görür, ən ağıllı budur, bütün hərəkətləri düzgün icra edə bilər, istədiyi an istədiyi təhlükəni dayandıra bilər və bu öz güvən sayəsində çox vaxtı insanlar avtomobil idarə edirlər və nəticədə hər hansı bir şəxsə zərər vururlar. İndi ağırlıq dərəcəsi müxtəlif olur, amma qanunvericilik bu halı ağırlaşdırır. Yəni sərxoş vəziyyətdə avtomobil qəzası, şəxslərə maddi və mənəvi və eyni zamanda sağlamlıqlarına zərər vurulması bu şəxsin məsuliyyətini ağırlaşdıran haldır. Qətiyyən bu sərxoş vəziyyətə biz əsaslanıb onun arxasında dayanıb. Yəni burada nəticədə görə ağırlaşan hallar kimi? Bəli, nəticəsinə görə əlbəttə ki, o sərxoş halda məsələ biz özümüz bilirik də, məsələ böyük ictimai təhlükə törətməyən olsun, az ağır olsun, ağır olsun, şəxsin sərxoş vəziyyətdə olması onun cəzasının sərtliyinə gəlib çıxardır. Barəsində tətbiq edilən cəzanın ağırlığına gəlib çıxarır. Onu məsuliyyətdən azad etmir. Bu çox maraqlı bir haldır ki, sərxoşluq vəziyyəti cinayət qanunvericiliyi heç də həmişə ağırlaşdırıcı hal deyil. Bəzən hətta yüngülləşdirici hal kimi məhkəmə nəzərə alınır. Ağırlaşdırıcı hal əgər cinayət maddəsi. Avtoqəzalarda Bəli, çünki o maddənin sanksiyası da yüksəkdir. Bəli, maddənin özündə ağırlaşdırıcı hal kimi nəzərdə tutulubsa, artıq bu ağırlaşdırıcı haldır, təsvir edicidir. Əgər nəzərdə tutulmayıbsa, hətta sərxoşluq yalnız təkcə spirtli içkinin, psixotrop maddənin, narkotik vasitənin təsiri olmur. Sərxoşluq eyni zamanda bəzən yüksək stres, yorğunluq, yuxusuzluq, acılıq vəziyyətində də şəxs sərxoş vəziyyətdə ola bilər. Və bu halda şəxs adətən xuliqanlıq cinayətləridir, təhqirdir. Bu cinayətlər daha çox bu sərxoşluq. Biz onu daha çox avtoqəzada spirtli içkilərdən söhbət etdik. Və spirtli içki, biri var ki, belə deyim, spirtli içkidən istifadə edir şəxs, yenə də, yəni özünü o vəziyyətə gətirir, hər hansı bir şəxsə zərər verir. Biz o digər dediyimiz sərxoş hallar aydın məsələdir. Yəni ola bilər ki, məsələn, elə bir mən sizə belə bir şey deyim də, müəyyən bir əməl ola bilər. Məsələn, iki şəxs mübahisə edə bilər, sərxoş ola bilər və digər şəxs ona hər hansı bir zəruri müdafiə həddi məsələsi gələ bilər. Ola bilər ki, şəxs biz onu zəruri müdafiə qiymətləndirmək üçün, yəni o planlı şəkildə olmazsa oturarlar. Məsələn, 2 nəfərdir, təcrübədə də olubdur ki, elə bilirsiniz, təcrübədə içkili olublar, qarşı tərəfin ona sağlamlığına qəsd edib, bu sərxoş vəziyyətdə olduğuna görə ona müqavimətini daha ağır şəkildə, bəlkə də ayıq olsaydı ona müqaviməti yəni daha yüngül, daha yəni az xəsarətlə eləyib. Sərxoş vəziyyətinə görə ağır cavab verir. Bu halda biz əlbəttə ki, bunu nəzərə ala bilərik ki, qarşı tərəflə o bizi o vəziyyətə gətirib, sərxoşluq planlı şəkildə olmayıb. Yəni o cinayətin hər bir halda bütün məhkəmələr bu ümumiyyətcə cinayət törədərkən anlaqlıq məsələsi olsun, anlaqsız olsun, bununla bağlı araşdırmalar apararkən bütün hallara diqqət edirlər. Ekspertiza qarşısında ən kiçik detallara kimi suallar qoyulur ki, nəticədə şəxs barəsində ədalətsiz bir nəticəyə gəlinməsin. Aydın, mən bir təşəkkürüm var. Bu yaxınlarda bir vətəndaş bizə müraciət etmişdir. Vətəndaşın şikayətinə əsasən biz Xaçmaz rayon polis şöbəsində olduq, istintaqla maraqlandıq və mənim üçün çox xoş oldu. Xaçmaz rayon polis şöbəsinin rəisi Samir Məcudov şikayətçi ilə mən vəkil olaraq bizi bir yerdə qəbul elədi və dinlədi və istintaqın obyektiv aparılmasına, həm zərər çəkən şəxsin, həm şübhəli şəxsin, həm təqsir edilən şəxsin, eyni zamanda fakta görə aparılan istintaqın obyektiv aparılması ilə bağlı belə deyək ki, hüquqi cəhətdən obyektiv aparılmasına göstəriş verdi. Mən buradan bütün polislərimizə və eyni zamanda xüsusilə də Xaçmaz rayon polis şöbəsinin rəisi Samir Məcudova minnətdarlığımı bildirirəm ki, vətəndaşların qəbulunda vətəndaşların dinlənilməsi, onlara belə deyək ki, problemlərin həlli ilə bağlı aidiyyatlı şöbələrə göstəriş verilməsini biz alqışlayırıq. Bax, sərxoş vəziyyətdə olan insana qarşı törədən cinayətlər də var. Bəli. Çünki o sərxoşdur, köməksiz vəziyyətdə, onun müqaviməti yoxdur. Bəli, məsələn, ola bilər ki, bir ifadə işlədə, kimsə o biri solun durur, gəlib onu vurur və onu
xəsarət yetirir. Bəli. Onu müqavimət göstərə bilmir, yıxırır və aldığı zərbədən dünyasını dəyişə bilər. Bax, bu ilə bağlı. Mirzə müəllim, əlavəniz var mı? Buyurun. Bəli, ümumiyyətlə köməksiz vəziyyətdə olan insana qarşı cinayət törətməyin özü bir ağırlaşdırıcı haldır. Qanunverici bunu da nəzərdə tutur. Hamilə qadındır, uşaqlardır. Bəli, hamilə qadındır, Yatmış uşaqlardır. vəziyyət belə bir köməksiz vəziyyət qiymətləndirir. Siz yaxşı dediniz, sərxoş Sərxoş da içib bu vəziyyət, heç kimə zərər vurmur, küçədə yıxıla-yıxıla gedir, əsas edir. Söz işlədir. Gəlib buna qarşı hər hansı bir cinayəti törətmək, onun köməksiz vəziyyət istifadə etməklə cinayət. İnsanın cibində çox belə cinayət hadisə baş verir, məhkəmələrdə belə hallar olur. Görürsən, küçədə xulqan uşaqlar olur. Sərxoşun görür ki, sərxoşdur, gedir, gəlir onun əlini sarıb, güya ona kömək eləyir, ciblərini axtarıb, pul götürür, qaçır. Bu cinayət törətdi də ona qarşı. Bu sərxoş köməksiz vəziyyətdə olan insana qarşı cinayət törətməsi. Ona görə də qanunverici haqlı olaraq köməksiz vəziyyətdə olan insanlara qarşı cinayət törətməyi ağırlaşdırıcı hal sayır. Təcrübədə məhkəmələrdə, indi mən vaxt almaq istəmirəm, vaxtımız da azdır, çox belə hallar olur. Mən özüm də dəfələrlə bu cür cinayətlərə baxmışam ki, görürsən ki, imkanı yoxdur, ağır vəziyyətdə bir epizodu deyim, daha önce toxundu, bir nəfər evində təmir elətdirir ustaya. Sonra deyir, gedim baxım, görüm təmir necə gedir, gəlir, o qədər yorğunluq olur ki, baxır, görür, sonra oturur divanda ki, biraz otursun, bunu yuxu tutur, divanda yatır. Bu usta evdə əməli salih adam olmadığına görə əvvəli məhkumluq olan adammış. Bu da bunu bilməyib də, gətir usta kimi evində işlədir. Baxır, görür ki, bunun cimindən bir topa pul görükür belə. İnsanda tamaha bax ki, fikirləşkən, nə çox puldur, özü hamısı dollardır. Mən baş vermiş cinayət hadisəsindən danışıram sizə. Gəlir, fikirləşir, tamah buna imkan verir, baltanı götürür, başından vurur, yatılı adamı öldürür, pulu götürür. Bu, sonra tutuldu, layiqli cəzasını aldı, ən yüksək cəza. Amma, bax, bu real misal, köməksiz vəziyyətində olan, yatmaq yuxuludur. Adamı öldürür, ağırlaşdırıcı halda da cəzasını aldı, layiqli cəzasını aldı. Yəni, bu məsələyə toxunur. Aydındır. Bizə ayrılan vaxt yekunlaşmaq üzrədir. Hər birinizə minnətdaram. Bu günləri bizim son çərçənbəmizdir və ilimizin axır çərçənbəsidir. Bütün Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirəm. Allah xalqımıza əmin-amanlıq, xoş gün, ruzu, bərəkət qismət eləsin. Mən hesab edirəm ki, o torpaq çərçənbəsi xalqımıza, millətimizə belə deyək ki, düşərli olsun. Biz 30 ildir bu günləri gözləmişik. Bu gün həsrətlə yaşamışıq. Nə xoş bizim halımıza ki, Yeganə xanım demişkən, artıq biz 1945-ci ildən sonra öz ərazi bütövlüyünü tam təmin edən dövlətlər sırasında birinciyik. Sağ olun, gələn görüşlərə qədər hörmət tamaşaçılar, Allah dövlətimizi və millətimizi qorusun. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icraya baxdınız. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni, binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirçisi üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır.